daxilində, yəni şuurun fərqində olunmayan hissəsində öz cinsinlə bağlı dumanlı vəziyyətləri həll etdinsə, eyni zamanda əks cinslə bağlı dumanlı vəziyyətləri həll etdinsə, o zaman insan münasibətlərində normal bir vəziyyətlər yaşayarsan, rahatlayarsan. Həm öz cinsinlə, həm əks cinslə olan bütün münasibətlərin rahatlaşmağa başlayar. Çünki daxildə olan dumanlı vəziyyətlər birbaşa xaricə yönlənər və daxilində olan dumanlı vəziyyətləri roluna bürünmüş xaricdə insanlarla qarşılaşarsan. Bu anlamda daxili həll etmək şərtdir. Xarici həll etməyə çalışarsansa, orada vəziyyətlər həll olunmuş kimi görsənər, lakin müəyyən zamandan sonra yenə o rola bürünən başqa insanlar, başqa vəziyyətlərlə mütləq şəkildə rastlaşarsan. Ona görə daxil, yəni şuurun fərqində olunmayan hissəsində dumanlı vəziyyətlərin həll olunması mütləqdir və şərtdir. Çünki daxil dostlar xarici formalaşdırar, xaric daxili formalaşdırmaz.